Məsələn, övladın haqlarından birini deyim sizə, atanın boynunda, övlad haqqı. Peyğəmbərimiz belə buyurur, haqqul vələdi ələ validihi. Övladın bir haqqı var atanın boynunda, burada bir deyilir. Nədir o, ya Rasulallah? Buyurur, ən yəstəfrihə umməh. O, övladın anasının ehtiramını qorumaq. Övladın anasının ehtiramını qoymaq, yəni həyat yoldaşının ehtiramını qoru. Həm onun haqqıdır, həm övladın haqqıdır. Çünki o bir oğulun anasıdır. Sən ona sayğısızlıq eləyəndə cəmiyyət arasında elə övladıvad eləyirsən. İndi məsələnin bu tərəfi də belədir ya, qadınlar deyək ki, indi qutardı bu mövzunu götürüb paylaşacaq bəzi xanımlar. Mən yaxşı olar ki, kişiləri də özümü tuturam, sizin haqqınızı biz nə qədər danışmışam. Siz paylaşın da bunları. Siz aktiv deyilsiniz məsələlərdə, amma bəzi xanımlar maşallah özlərinə lazım olan mövzunu baxırsan bütün sosial şəbəkə onunladır. Yaxşı eləyirlər paylaşır.